Qədir gecəsi hansı gecədir? Qurani Kərim ayələrinə əsasən Qədir gecəsi Ramazan ayına düşür. Lakin onun dəqiq gecəsi Quranda açıq şəkildə bildirilməyib. İmamiyyə alimlərinin fikrincə Qədir gecəsi yalnız Ramazan ayının 19-u, 21-i və ya 23-i ola bilər. Deməli, birinci ehtimal olunan Qədir gecəsi düşür Ramazan ayının 18-dən 19-una keçən gecə. Ramazan ayının 20-sindən 21-nə keçən gecə ehtimal olunan ikinci Qədir gecəsidir. Ramazan ayının 22-sindən 23-ünə keçən gecə isə ehtimal olunan 3-cü Qədir gecəsidir. Ha belə 21-ci gecə 19-cu gecədən, 23-cü gecə isə 21-ci gecədən üstündür. Əhl-Beyt məktəbinə görə Qədir gecəsinin Ramazan ayının 23-ündə olması ən yüksək ehtimaldır. Nəql olunub ki, Cühəni adlı bir şəxs, yəni Abdullah ibn Üneys Ənsari Peyğəmbərimizə dedi: "Evim Mədinədən uzaqdadır, mənə elə bir gecə söylə ki, o gecə Mədinəyə gəlim." Peyğəmbərimiz ona Ramazan ayının 23-cü gecəsini tövsiyə etdi. Əhl-i-Sünnəyə gəlincə əksər əhl-i-Sünnə alimləri Qədir gecəsinin Ramazan ayının son 10 gecəsindən biri olduğunu bildiriblər. Əhl-i-Sünnə arasında ən məşhur görüş Qədir gecəsinin Ramazan ayının 27-ci gecəsi olmasıdır. Nəql olunub ki, Peyğəmbərimiz Ramazan ayının son 10 günündə yatağını yığışdırır və tamamilə ibadətə yönəlirdi. O həzrət ailə üzvlərini də oyaq saxlayırdı. Hətta yuxulu olanların üzünə su çiləyərək onları Qədir gecəsini dərk etməyə, bu gecədə iştirak etməyə təşviq edirdi. Həzrəti Fatimə də Ramazan ayının 23-cü gecəsində övladlarının yatmasına icazə vermirdi. Onların ayıq qalması üçün az yemək verirdi, gündüz onların yatmasını təmin edirdi və deyirdi ki, həqiqi məhrum o kəsdir ki, bu gecənin xeyrindən məhrum qalsın. Bir rəvayətə görə İmam Sadiq Ramazan ayının 23-cü gecəsində ağır xəstə idi. Buna baxmayaraq o, yaxınlarından xahiş etdi ki, onu məscidə aparsınlar ki, orada ibadət edə bilsin. Qədir gecələrinin müştərək və xüsusi əməlləri var. Müştərək əməllər bunlardır: qusul almaq, 2 rükətli namaz qılmaq, hər rükətdə Həmd surəsindən sonra 7 dəfə İxlas, yəni Qul huvallahu əhəd surəsi oxunur. Namazdan sonra isə 70 dəfə Əstəğfirullah və ətubu iləyh, Allahdan bağışlama dilir və ona tövbə edirəm deyilir. Hər Qədir gecəsi bu namazı qıla bilərsiniz. Daha sonra əhya saxlamaqdır. Əhya saxlamaq, yəni gecəni oyaq qalıb ibadət etməklə məşğul olmağa deyilir. Daha sonra 100 rəkətli namaz qılmaqdır ki, 50 ədəd 2 rəkətli namaz şəklində qılınır. Bəzi din alimləri deyiblər ki, kimin boynunda qəza namazları varsa, yaxşı olar ki, o bu müstəhəb 100 rəkətli namazın əvəzinə öz qəza namazlarını qılsın. Ha belə Cövşən Kəbir duasını oxumaq da üstün əməldir. Qədir gecələrində Quranın tilavətinə önəm vermək lazımdır. Bacardığınız qədər Quran oxuyun. Xüsusilə Ramazanın 23-cü gecəsi Ənkəbut, Rum, Duxan surələrini oxuyun. 1000 dəfə Qədir surəsini zikr edin. Məkarimul əxlaq və iftitah dualarını oxumağa vaxt ayırın.